Deməli, baxırıq nəyə? Birinci x-la başlayırsa, bu hissə ilə, ya 2 də əvvəli, ya 4-dür. 2 olsa əvvəli, yəni bu 2-ni buraya yazsa, o zaman bu xətti ala bilmir ardınca. Elə bir xətt heç cür tapanmayasınız. Deməli, bu 2 ilə başlamır. 2 ilə başlamırsa, o zaman deməli əvvəl 4-dür. Bu hissə 4-dür. Davamına baxaq. Sonra x yazılıb. X görürük ki, bir dənə ikincidə ola bilər. Deməli bu 2-dir. Daha sonra diagonal x diagonal. Təbii ki, diagonal bu olsa, birincini gətirib yazsam, sonra diagonal x gəlir. Olmur. Deməli üçüncü gəlməlidir. Bu üçüncüdür. Və sonda isə birinci. Deməli ardıcıl dördüncü fiqur, ikinci fiqur, üçüncü fiqur və birinci fiqur. Elə buradan görünür ki, dördüncü fiqur, ikinci fiqur, üçüncü fiqur və sonda birinci fiqur. 4, 2, 3, 1 ardıcıllığı ilə gedir. Deməli doğru variant B variantı.